Dron səni ən çox hansı anda yarı yolda qoyub və bundan nə dərs çıxarmısan? Deməli biz əvvəllər UZS proqramından uçurduq. O dediyim Mavic Pro vaxtlarında maraqlı bir hadisə gəlmişdi başıma. Deməli mən aşağıdayam, önümüzdə bir dağ var və dron dağı keçib start nöqtəsi dağın digər tərəfindədir. Və mən bunu nəzərə almamışdım. Mən elə dronu qaldırıram, hündürlüyü düzgün verməmişdim. İndi hər şey müasirləşib və sən avtomatik proqram deyir ki, biraz da qaldır, biraz da qaldır. Əvvəllər o yox idi. Əvvəllər hər şeyi sən özün tənzimləməliydin. Deməli, bu da mənim ilk praktik olan vaxtlarımdaydı. İlk sahə təcrübələrimdən biridir. Mən dronu qaldırıram 100 metr start nöqtəsinə getmək üçün. Amma aramızda 200 metrlik bir maneə var. Dron gedir dağda dayanır. Nə qədər deyirəm ki, getmir. O hadisə mənə çox dərs verdi ki, uçuş hündürlüyünü terrenə uyğun vermək lazımdır və bu mənim üçün maraqlı bir təcrübə idi.